Bakının bu dəli küləyində heç bir qüvvə məni yasamaldan yeni günəşliyə apara bilməzdi. Amma getdim. Bu videoda sizə sacılı, kabablı və salatlı bir setdən xəbər verəcəm. Açığı ilk dəfədir sacılı kabab seti yoxlamış oldum. 6 nəfər üçün nəzərdə tutulan bu menyuda nələr var baxın. Demək 7 növ məzə. Blinçikdir, 2 qab turşudur, toyuq salatıdır, mimozadır, acika, süzmə, pomidor xiyardır, içkilərdən düşez, kompot və adi su. Qarışıq kabab və içi bol toyuq sacı ilə bu set tamamlanır. 6 nəfərlikdir və qiyməti 75 manatdır. Adama 12 manat 50 qəpik düşür. Salatlar təzə, blinçiklər keyfiyyətli. Bundan uzun-uzadı danışmağa ehtiyac yoxdur. Gəlib dadına baxsaz özünüz görəcəksiniz. Gələk əsas məsələyə. Əvvəlcə sacımız gəldi. Yağı qədərində, tərkibi bol, ətləri yumşaq. Kartoflu, badımcanlı, pomidorlu, göbələkli bu toyuq sacı yetərincə də doyumlu idi. Gərək düzünü deyəsən. Təndir çörəyindən bir tikə qoparıb sacın yağına batırıb yemək isə yəqin nə dediyimi anladınız. Və sonda setin olmazsa olmazı kabab buludu gəldi. Tikədir, toyuq kababıdır, quzu lüləsidir, ayrıca toyuq və kartof lüləsi, badımcanı, pomidoru, yəni bolluq elə videodan da görünür. Kabablardan bircə tikəni bəyənmədik. Ət sərt idi. Amma digərlərinə söz yox. Hamısının dadı yerli yerində. Yalandan pisləyə bilmərəm. Şam işığının geniş həyəti, bir terrası, mini banket zalı və kabinetləri var. Ailəvi restorandır. Spirtli içki satışı yoxdur, amma bildiyim qədər özünlə gətirə bilərsən. Bura Yeni Günəşlidə D massivində yerləşir. Bura bir də gələrəmmi yolum düşsə 100%. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.